Değerli izləyicilər, xoş gördük hər birinizi. Sizə söz verdiyim kimi bu dəfə Sumqayıt maşın bazarına gedirəm. Gedək baxaq görək Badamdar avtomobil bazarı ilə Sumqayıt bazarının fərqi nədir? İstər qiymətlərdə, istərsə də ümumi vəziyyəti təhlil etməyə çalışacağam. İzləyicilərim Sumqayıt bazarına gəlməyimi, orada çəkiliş aparmağımı, oradakı vəziyyəti göstərməyimi xahiş eləmişdilər və bu xahişi nəzərə alaraq, izləyicilərimin xahişini nəzərə alaraq bazara yaxınlaşıram. Sumqayıta doğru getdiyim nəqliyyat növü isə bir müddət öncə Yerüstü Nəqliyyat Agentliyinin istismara verdiyi yeni marşrut şəbəkəsindəki nəqliyyat növləri də avtobuslardır. Çox komfortlu avtobuslardır və gediş haqqı da ki, əladır. Hər kəsin cebinə uyğundur. 80 qəpiklik bir nəfər üçün sərnişin Bakı kartla, eləcə də bir bank mobil tətbiqindən də bu komfortlu avtobuslarla gedə bilərsiniz. Fikir verirsinizsə, bir sərnişin var avtobusda. Avtobus rahatdır. İrəliyirik Sumqayıta doğru. Düzdür, maşın bazarının yaxınlığında saxlaması da təqribən 150 metr məsafədə saxlayacağını demişdi sürücümüz. Gedək bazardakı vəziyyətlə maraqlanacağım, qiymətlərlə maraqlanacağım. Avtosazı izləmədə qalın, yaxınlaşırıq maşın bazarına, görək nə baş verir. Bəli, dəyərli izləyicilər, gəldim, çatdım Sumqayıt maşın bazarına, içəri daxil oluruq girişdən. Gedək baxaq görək qiymətlər neçədir, ümumiyyətlə maşın bazarı, buradakı maşın bazarı Badamdar avtomobil bazarı ilə nə ilə fərqlənir, burada qiymətlər necədir və bir də bir neçə avtomobil var ki, izləyicilərim olaraq siz məndən həmin avtomobillərin qiymətlərini maraqlanmağımı istəmişdiniz. Daxil oluram bazara, görək nə ilə qarşılaşırıq. Avtosazı izləmədə qalın, videonu sonacan izləyin, maraqlı görüntülər gələcək. Bazarın girişindəyəm, fikir versinizsə daha çox vaz avtomobillərini görə bilirik. Hansı ki, Badamdar avtomobil bazarında bu maşınlar gözə dəymir. Bir də burada Mercedes Vito'lar var. Əsasən bunun alıcıları bilirik ki, sərnişin daşıma ilə məşğul olanlar daha çox üstünlük təşkil edir, bu avtomobillərə maraq göstərir. Və daxil olub bazara qiymətlərlə, ümumi alıcılıqla, vəziyyətlə maraqlanmaq istəyirəm. Hələ ki, giriş hissədə insanların az olduğunu görürəm. Bir qədər daxilə ortalara getməyə çalışacağım. Baxaq görək, burada alıcılar nə ilə maraqlanır, burada alıcılıq qabiliyyəti nə yerdədir. Fikir versinizsə, əsasən bir qədər iri köhnə olan maşınları biz burada görə bilirik. Hyundai Sonatalardır, Aksentlərdir, 2008-2009 buraxılışlar və Kia Ceedləri görürük. Eləcə də burada Opel Astra H, Mercedes C-Class 98, hansı ki Çeşqa dediyimiz maşınlar və eləcə də Mercedes C-Classlar, 4 gözlər var. Fikir versinizsə, buradakı avtomobillər Badamdar avtomobil bazarına nisbətən iri bir qədər köhnə olan avtomobillərdir. Baxın, Toyota Prado var, 2008. Maşın bazarına daxil olan maşınları da görürsünüz. Opel Astra H daxil olur və həmin avtomobillərdən daha çoxdur. 190 görürəm burada. Baxırlar həmin avtomobilə. Qiymətlərlə maraqlanırlar. 190'dır. %90 qiyməti neçədir qardaşlar? Salam əleykum. Xoş gördük, pazar olsun. Qiymət neçədir? 4500'ə. 4500'ə deyir qardaşlar. Qardaşım, mühərriki nədir? Neçə motordur? 1.8. Benzin 1.8. Necədir maşının vəziyyəti? İlinə görə əslində vəziyyətini soruşmazlar deyirlər, amma ümumi... Heç nə yox, vəziyyətdə yəni yaxşıdır, motor, kalifka... Yəni alanı yolda qoymazlar yəqin ki. %90. Bazarda var, Sumqayıt bazarında var. Fikir versinizsə, 4 gözlər də var. Deməli, arxa tərəfini çəkək. Əslində, aviayollarla maraqlanırdı bəzi izləyicilərim.
2014-cü ildir. 10.000 dedi sahibi. Qaz 3110. Yəni, o tülkü gözlərdən də sonra çıxanlardan deyək. Salam əleykum. Dayı neçədir? 6000'e ili nədir? 2005 yürüyüşü nədir? $220.000. Qaz 3110 2005-ci il. Dayı deyir ki 6000'e 225.000'də yürüyüşü var. Hyundai Tucson ili 2007-2008 səhv eləmirəmsə. Qardaşlar salam əleykum, bazar olsun. Qiyməti nədir? Salam əleykum. 2008 yürüyüşü nə qədərdir? Ən son fikriniz neçədir, neçə deyirsiniz? 13.500'ə. 13.500'ə. Opel Astra H Universal. Qardaşlar bazar olsun. Opel Astra H Universal. İli neçədir? Qiyməti nədir? 11.300. Dəyərli izləyicilər, Opel Astra H 2008-ci il. Vuruğu, udarı, qəzası olub mu yoxsa yox? Maşın yaxşı vəziyyətdədir. Salonu göstərmək olar. Bəli, yaxşı vəziyyətdədir. Parça salondur. Mexanikadır. Ən son fikriniz satsaz neçə verəcəksiniz? Ən son fikriniz? 11'ə. Qardaş deyir 11.000'dən aşağı verməyəcəm. Bu motor nədir? 1.4'dür səhv eləmirəmsə. 1.4 benzin. 2008-ci il Opel Astra H Universal. Bunların hatchbackləri daha çoxdur bazarda. Vaz 21015. İli nədir qardaş? 2010 zavod. 2010-cu il zavod. Rəng dəyən yeri yoxdur yəqin ki. İçərində rəng dəyən yerləri var. Hə, belə deyək də, yəni sonradan kosmetik işlər görülüb. Avtomobillə bağlı xahiş edirəm, özünüz düşmürsünüz, səsiniz düşür. Məlumat verərdi, saxlayın əlinizdə. Avtomobilin ili nədir, yürüyüşü nədir və qiyməti ən son neçə verəcəksiniz? İli 2010'dur. Tam olaraq zavoddur. Heç bir nöqsanı yoxdur. Heç bir nöqsanı yoxdur. Yürüyüşü nədir qardaş? Yürüyüşü. 190.000 orijinal yürüyüşü var. 190.000 orijinal yürüyüşdür qardaş. Deyir, bir-iki yerində deyir ki, kosmetik işlər gedibdir, rəng dəyən yerləri var, amma ciddi qəzası olmayıb qardaş deyir. Ən son fikriniz nə olacaq qardaş? 8800, 100 manat, 200 manat inşallah ki 8800. indirim eləyərəm. Avtomobil bazardadır. Bahalı təkərlər, bahalı kalonkası var. Kənardan yaxşı vəziyyətdə olduğu görsənir. 5 şumka olub, bütün yağlanıb. Tam olaraq dolu maşın var. Təkərləri yaxşı vəziyyətdədir. Bəli, 4'ü də lasso. Təkərləri əla vəziyyətdədir. Ekran da bunlarda əsas ekran da çiçək kimi, yəni zavoddur. Hər bir detalda, yəni ümumiyyətlə. Bütün germetiklərinə qədər zavodunda vurubsa odur. Ən son fikriniz, ən son 200 real manat. alıcıya? Lap son 8500. 8500'ə bazardadır, Sumqayıt bazarındadır. Bu maşınların həvəskarları hələ də var. Vaz 21015. Bir Hələ də manat sözün fərzi deyir. yoxdur da, yəni belə deyim. Bir avtomobil sahibi deyir ki, 1 manat xərc qoymadan otur sür vəziyyətdədir. İli 95'dir. Aha. 2 motordur, avtomat karovkadır. Normal vəziyyətdədir. Benzin 2-2. Benzindir, 2 motor. Heç bir problemi yoxdur maşının. Normal hər şey qaydasındadır. Real adam olsa, 7000'ə real adam olsa razılaşarıq. Qiyməti 7000'ə. Bağlıdır qapısı. Qapısı da bağlıdır salonun. Aha, 7000'ə deyirsiniz və Real bu adam qarı olsa ciddi bir qəzası olubmu? Yoxsa yüngül var belə 95'dən gəlir bəri olan maşın. Yəni hamı qardaş deyir 95'dən 95-ci il maşınıdır, nə gözləyirsən maşından? Yəni əslində ciddi bir udarı yoxdur deyir. Bəzən xırda qəzaları olub, deyir, onu da bərpa eləmişik. Ən son fikriniz neçə olacaq? Razılaşarıq, real adam olsa razılaşarıq. Bir qiymət deyin də. 6-7'yə. 6700'ə Sumqayıt maşın bazarındadır avtomobil. Opel Vita. İki dənə izləyicim səhv eləmirəmsə bu maşınları maraqlanmağımı istəyirdilər. 251.000 probekdir, 97-ci ildir. Avtomat motordur, 1.4 motor. Mühərrik hissəsini açın. Mühərrik hissəsini açın, mühərrikə baxaq. Kodlanır və
Vəziyyəti yaxşıdır, yəni alıb sürməyə dəyər. Qardaş, ən son fikrin nədir? Ən son fikrin nədir? Qiymət ən son fikrin, bəli. 4400. Toyota Prius 20 Cuza'nın qiyməti və Opel Astra J-nin qiyməti 12500-8000. 12500-ə Toyota Prius'un yürüyüşü nə qədərdir qardaş? 2006-cı il, aha. 12500 yığılıb. Yürüyüşü nə qədərdir qardaş? 380 min. Motor təzə yığılıb. Motor təzə yığılıb. Ciddi bir qəzası və s. Problem yoxdur. Xeyr, Detallar burada yoxdur. bir detal bir kırıla dəyişib. Kapot kırıla. Kapotla krilo dəyişib, yəni sağ qanat yoxsa sol qanat? Bəli. Sağ qanat dəyişib yoxsa sol Bəli, qanat? sağ. Sağ tərəf dəyişibdir. Krilodan danışır qardaş, sağ qanatdan danışır. Maşının duruşu, səliqəsi əladır. Musiqi də öz yerindədir. Toyota Prius 20 Cuza. Motor karabka ideal vəziyyətdədir. Motor təzə yığılıb, yağ emir bunda. Kondisioneri, peçə, hər bir şey işlə vəziyyətdədir. Bəs yürüyüşü nə qədərdir qardaş? İşlə 280 min. 280 Orijinal probegi də 280 min. Qardaş deyir ki, orijinal yürüyüşdür, 280 mindir. Və bugünkü gündə problemi yoxdur, otur sür vəziyyətdədir qardaş deyir. Kondisioner də işləyir. Kondisioner də işləyir. Bunlarda bir balaca yağ yemə məsələsi var. O Yoxdur, var mı? motor təzə yığılıb. Hə, deyir ki, mühərrik təzə yığılıb, o da yoxdur. Universalıdır, bunun xecbikləri də olur bilirsiniz. Avtomobilin ümumi çölünə baxıram. Kosmetikaya ehtiyacı yoxdur. Səliqəli maşındır. 8000-ə deyir qardaş. Ən son neçə olacaq qardaş? Ən son neçə olacaq? Ən sonu 7800. Ən sonu 7800. 7800-ə. Ən son 7800-ədir qiymət. 7800-əni qardaş deyir ki, aşağı verməyəcəm. 594 min yürüyüşü var. Mercedes C-Class 2001-ci il. 2001-ci il, bəli, hə? 2 dizel. 2 dizel. Ən son fikriniz qiyməti nədir? 10800. 10800. 590 min, yəni 600 minə yaxınlaşır bu avtomobilin yürüyüşü. Bazardadır. Qiyməti də ki 10.800 dedi qardaş. Daha bir Mercedes C-Class 2001-ci il 1.6 və daha doğrusu 2 benzin. 2 benzin. Sadə mühərrikdir. Qardaş deyir. Qardaş, yürüyüşü əslində bunun aşağı yuxarı eyni olmalıdır o birisi ilə. Yoxsa necə bu daha cavan qalıb? 565. Ən son bunun qiyməti neçədir? 11300-də qardaş bunu deyir. Opel Astra C yenə də var, universal. Bir balaca səliqəsiz maşındır. Əslində belə də bunun da qiyməti, bunun da alıcısı var. 99-cu ildir siz danışın, mən bilmirəm. Deməli, qardaş, maşın deməli 99-cu ildir, 1.8 motordur. Bütün, yəni belə deyək də, xadaboyundan tutmuş, yəni motor sistemi, hər bir şey yəni əla vəziyyətdədir. Maşın öz adımadır. Yəni belə deyim də, yəni bir ildən çoxdur da məndədir, yəni özüm yəni belə deyim də, alvesitorəm. Öz maşınımdır, yəni getmişəm satmağa. Bazar olmağına soruşan çoxdur, amma yəni belə deyək də, zəifçilikdir. Yəni ciddi bir şəkildə bir söhbət edən yoxdur. Təxmini belə deyək də, yürüyüşü nə qədərdir? Deməli, yürüyüşü 309 mindir, orijinal proyektdir yəni. 75 min proyeklə Azərbaycan yolunun birinci yersisə yaxınlaşır. Aydın. Ən son fikriniz neçə deyirsiniz? 10.800-ə sonu olalan deyək də, yəni 10.800-ə deyirəm. 10.800-ə. 10.800-ə. Ciddi qəzası olub mu? Vurğu olub? Heç bir ciddi qəzası olmuyor. Motorxananın özü sistemləri çəkin özünü görərsən. Yəni, zavod nəticə oldu demiş. Yəni, sıxıntılı bir detalımız, sıxıntılı bir şeyimiz yox. Maşın da ideal maşındır. Avtomobil həqiqətən də ilinə və o yürüyüşünə görə, ümumiyyətlə ilinə görə çox yaxşı vəziyyətdədir. Baxarsan ki, zavodskoy germetikalar üzərindədir. Avtomobil kənardan da yaxşı vəziyyətdə olduğunu göstərir. Özdə əslində komplektasiyası da full komplektasiyası. Çünki lüku var avtomobilin. Disk təkəri əla vəziyyətdədir. Kondisioneri yaxşı işləyir, avtomat qarabqadır. Ən son fikri də qardaş dedi ki, 10.800-ə verərəm yaxşı alıcı, real alıcı olsa. Vaz 21099. İzləyicilər soruşurdu bu avtomobillərlə bağlı. Vaz 21099. Qardaş, xoş gördük, bazar olsun. Avtomobilin yürüyüşü nə qədərdir və qiymətini neçə deyirsiniz? 230 min. Qiyməti 6800.
Qardaş qiymətini 6800-ə deyir. 230 mindir yürüşü. Qardaş deyir ki, zavod maşındır, zavaskoy maşındır. Qəzası vuruq olmayıb deyirsiniz. Heç bir qəzası olmayıb. 2004-cü ildə ilidir. Evrotorpedlər gedir bunlar, yoxsa hə, Evrotorped gedir bu 99-lar. Bilirsiniz ki, 2004-dən yuxarı bəzən 99-lar bu illərdə olanlar Evrotorped gedir. Bəli, bazardadır, qiymətini də dedim sizə. Nömrə və s. var üzərində. Satılır, nağd və kredit mümkündür deyir qardaş. Neçə satıldığının qiymətini sahibi olsaydı soruşardım, amma sahibi yoxdur burada. Kia Rio'larla maraqlanmışdı bəzi izləyicilərim, eləcə də Kia Ceed'lərlə maraqlanmışdılar. Soruşmaq istəyirəm Kia Rio, mən də bax bu maşından sürürəm. Bu Amerika buraxılışıdır, Amerika bazarı üçün nəzərdə tutulub, Amerikanka deyək. Qardaş, Kia Rio neçənci ildir və ili 2015, qiyməti və mühərriki? 1.6 motor. Aha. ...2008-ci il, yürüşü özüm baxdım 213 mindir. Qiyməti də qardaş deyir ki 13 minə verərəm. Bu avtomobillərin də öz alıcıları var təbii ki. Fikir sizə bu cərgədə artıq bu metalik və bu digər 4 dənə avtomobil, 4 dənə Kia Ceed var bazarda. Amma alıcı yoxdur bazarda. Avtomobillər var, alıcısı yoxdur. 2008, 2009, 2010 buraxılış olan Kia Ceed'lərdir. Burada vazları görürsünüz. Vaz 2106, 011. Yəni ki, normal gündəlik sürüləsi vaz həvəskarları üçün deyirəm. Qardaş, neçədir? Neçədir? Necə? Üzürsən bunu bağlayın. 3200, neçənci ildir? 87-nin 06-sı var, 3300-ə verir. Mühərrik nədir? Mühərrik 013-dür, 03-dür yoxsa nə? 011 mühərrikidir, qardaş deyir. 3300-ə deyir, verərəm. Bazarın düz mərkəzində dayanmışam. Baxın, alıcı çox zəifdir. Əsasən Toyota Priuslarla maraqlanırlar, Mercedes C-klasslarla maraqlanırlar. Opellər burada daha çoxdur. Opel Astra C'lər. Astra C almaq istəyən birbaşa fikirləşmədən Sumqayıt avtomobili bazarına gələ bilər. Çünki burada Opel Astra C çoxdur. Universalların qiymətini soruşdum. İndi yaxınlaşıb Opel Astra C'nin hatchback'inin də qiymətini soruşacağım. Burada əslində bir dənəsi var və yanında da bir dənə də Opel Astra H var. Dayı, salam elə ki. Salam elə ki. Salam elə ki. Sizi çəkmirəm. Qiymətini ilin deyində zəhmət olmasa. Əksəriyyəti çəkilmək istəmir. Nədən qaçırlar, niyə qaçırlar bilmirəm. Burada var Opel Astra C. Belə. Baxaq görək. Görəsiniz, çox sönük bazardır. Bazarda demək olar ki, alıcı yoxdur. Salam əleykum qardaş, hər vaxtınız xeyir, bazar olsun. Opel Astra H qiyməti neçədir və ili neçədir? 2008-dir? 2009-da 13 minə deyir. Danışda xahiş edirəm, burası sizi çəkməyəcəm. Sadəcə danışın. Yaxın saxlayın. Çox üzr istəyirəm. Aha, danışın. 2009-cu il. 2009 1.4 motor, benzin. Yürüşü nə qədərdir? Yürüşü 225 min orijinaldır. Ən son fikriniz? Ən son fikrim 12.600. Rəhdə qeyri-adi bir rəhdə, maşın taksiyə sürülməyib, özüm üçün öz adımadır. 12.600 sonudur. 12.600 sonudur, qəzası, vuruğu. Heç nəyə yox. Kənar müdaxilə rəng dəyib, yoxsa betkraskadır? Yox, rəng dəyən yerləri var. Rəng dəyən yerləri var, qardaş. Var. Yüngül kosmetikləri var, olubdur, deyir qardaş. Mühərriki, Ekatek mühərrik. Bəli. Ekatek olsa da səhv eləməmsə, bunlar set motordur. Setdir. Set motordur, bəli. Bunlar set motordur, yəni qorxusu yoxdur. Opel Astra C-lər 98-99-lar Ekatek olanda onlarda remen olur. Bəli. Amma bunlarda fikir versinizsə, bilənlər bilir ki, bu mühərriklər set motorlardır, yəni qorxusu yoxdur. Başına gözünə döy sür də, yəni bu Opellər yəni həqiqətən də dözümlü maşınlardır və artıq özünü sübut edib. Bu boşluğa bir dənə qazospil girməyə çalışır, mən də problem yaradıram. Görək, daxil ola biləcəkmi? Ver qardaş, ver, boş yerdir. Qiyməti nədir qardaş? 6200-ə qaz 31.10. Belə 20 koza
Alıcıları var, başımın üstündədir, maraqlanırlar. Avtomobilin ümumi vizual görünüşü yaxşı vəziyyətdədir deyərəm. Yəqin ki, sonradan rənglənib. Çünki görürsinizsə, səliqəlidir, rəngləndiyi görsənir və farları yaxşı vəziyyətdədir. Yəqin ki, çox güman ki, dəyişib. Mərkin də görürsünüz, səliqəli vəziyyətdədir. Əslində bu mərkində nə var? Yəni ki, digər ənənəvi maşınların mərki və bu hibridlərdəki fərqi görürsünüz. Qardaşlar, bazar olsun. Neçə deyirsiniz ən son fikri? İzləyicilər soruşurlar canlıda. 2007 bezli tal, rəng deyən yerləri, rənglənib zbor yoxsa yox? Zbor rənglənibdir qardaş deyir. Bayaq dediyim kimi. Ən son fikri neçə olacaq? 12.7. Yürüyüşü nə qədərdir? Millə, 370 mil. Dediniz neçə deyəcəksiniz? 12.7. Deməli 370 min yürüyüşü var. Qardaş deyir ki, mərki təzə yığılıbdır. 370 mil Amerika olduğuna görə milləndir təbii olaraq və bütün hər yer avtomobilin sonradan rənglənib və eləcə də mühərrik hissəsi yığılıb. Yəni qardaş deyir ki, mühərrikdə problem yoxdur, avtomobildə hazırda vəziyyət yaxşıdır, detallar özünündür, sadəcə sonradan rənglənib. Burada daha bir Toyota Prius görürük, 20 Kuza. 20 Kuzalar bazarda çoxdur. Aşağı yuxarı qiymətlər demək olar ki, eynidir, 12, 13, 11. Bax, bu aralıqda Toyota Prius 20 Kuzaların qiyməti dəyişir. Sizindir. Gəl qardaş tanışaq, bazarın gözündən bağlı. Burada saxlayın, zəhmət olmasa əlinizə saxlayın. Siz yox, səsiniz düşəcək. Avtomobillə bağlı, avtomobilin sahibi yanımdadır. Qardaş deyir ki, bazarın gözüdür mənim Toyota Prius 20 Kuzam. Maşınla bağlı məlumatlar verin, zəhmət olmasa. 2008-ci qardaş. Biraz yaxın tutun mikrofonunuzu. 2008-ci. 2008-ci il yürüyüşü, kilometraj, belə deyək, kilometrajı və Yürüyüş 255 min. 255 min. Avtomobil mühərriki yığılıbmı, detallar rənglənibmi? Bununla bağlı məlumatlar verin. Bez detaldır qardaş. Bez detaldır qardaş deyir. Rəng dəyib sonradan? Sok rənglər deyə bilər, yəni o. Sok rənglər qardaş deyir də. Pislər. Hal-hazırda bazarın gözüdür. Mərki yığılıb yoxsa yox? Yox qardaş. Millə neçə mildir yürüyüşü? 255 hardasa gəlir çıxarlar. 255 min mildir. Belə desək izləyicilər artıq bilir mən nə deyirəm. Hesablayırlar da bir yapmış olur. Hə. Artıq salon hissəyə də baxmaq istəyirik. Salon da çox səliqəli vəziyyətdədir. Çox səliqəli maşın. Salonu ki deyirsiniz, səliqəli vəziyyətdədir salonu. Qardaş, alıcı, real alıcıya ən son bu avtomobili neçəyə verəcəksiniz? Qapının örtülməyinə fikir verdiniz. Toxunmaq kifayət edir. 7 düymə JBL. Bəli. JBL səs sistemi var qardaş deyir və ən son fikriniz bu Toyota Prius 20 Kuzya nə olacaq? 12800. Real alıcı ilə razılaşaraq. 12800. Fikir versiniz dəyərli izləyicilər. Biraz öncə dediyim kimi Toyota Prius 20 Kuzalar Sumqayıt avtomobil bazarında daha çoxluq təşkil edir və bu avtomobillərin aşağı yuxarı qiymətləri demək olar ki, eynidir. 12800, 13000, 13500, maksimum 13500-ə qədər bu avtomobillərin qiymətini mən gördüm və sizlərə göstərməyə çalışdım. İndi yaxınlaşaq vazları çəkməyə. Əsasən də 07-lərlə maraqlanırdı bəzi izləyicilərim. Görək o maşınlar hardadır və hardan tapa bilərəm. Dizel mühərrik görürəm burada. Opel Astra H dizel mühərrik. Səsindən əslində şübhələnmişəm ki, dizeldir. Belə bildim mən dizeldir, amma əslində dizel deyilmiş səndinə, benzin imiş. Belə. Qardaş, ən son fikrinizi dediniz, neçə verəcəksiniz? Ən sonu 10 min manat. 11 minə. 10 min manat. 10 minə. 10 minə. 2008-ci ildir. Mühərrikdəki bu səs nəyin səsidir? Kəpənəyə qırıqdır, kəpənəklərdə burada problem var. Adi. Maşının detalları necə? Rənglənibmi? Qəzası olubmu? Krılosunda kusok kraska var, qabaq krıloları, qalan pes kraska var. Aha. Qardaş izah elədi, yəqin keşitdiniz. Təkərləri yaxşı vəziyyətdədir. Görünüşünə söz yoxdur, görünüşü yaxşıdır, görünüşü həqiqətən də quruşu, görünüşü əladır, amma mühərriki səsi mənə açmadı, deyə bilərəm. 1.5 turbo dizel. 1.5 turbo dizel. Bəli. Yürüyüşü nə qədərdir? 300 neçə mindir. 320 min deyək də, yəni 320 min. 300 mindən bir qədər artıq gedib avtomobil. Avtomobilin qəzası, buruğu, dəyişən detalı. Qətiyyən qardaşım. Heç bir detallar. Qabağına baxan kimi görsənir. Rəng dəyib ümumiyyətlə maşın? Bəli. Rəng dəyən yerləri var, amma qardaş deyir ki, ciddi qəzası, buruğu olmayıb. Qətiyyən. Avtomobilin ən son fikri neçə olacaq? Sonu 8300 manatdır. Sonu 8300 manat deyir qardaş. 300 manat yəqin ki, real alıcı olsa onu da enəcəksən də. Baxıma danışmaq lazım qardaş. Baxır indi alıcıya da, gəlib yəni yalandan soruşana yox. Bəli. Real belə yaxşı vəziyyətdə get istəyən olsa avtomobilə endirim olacaq qardaş deyir. Baxın, yəni bu avtomobilin salonu da səliqəli vəziyyətdədir, mexanikadır.
Ekonom maşın axtaran yoldaşlar qiymətinə və münasibliyinə görə getsə üstünlük versələr, məncə uduzmazlar deyərəm. Deməli, burada Vaz 2106 var. Bayaq bazara girəndə bu maşını görmüşəm. Kənardan gəl-gəl deyir. Avtomobilə baxanlar var, fikir versiz maraqlananlar var. Çünki görünüşü həqiqətən də ideal görsənir. 06 2000-də qardaş, qiyməti neçədir? İzləyicilər soruşur. Bayaq bazara girəndən gördülər, qiyməti ilə maraqlanırlar canlıda. 2005 İcdi yoxsa 06? İcdi. 6,5 2005. Açırlar, bağlayırlar. Rəngi qaradır. Burada bir Vaz 2107 həqiqətən də yaxşı vəziyyətdə olduğu görsənir. Baxaq görək, 2010-a oxşuyur. Görək, doğrudan da 2010-dur mu, yoxsa neçədir mi? Salam elə ki, qardaşlar, bazar olsun. İli neçədir? 2011 dekabrdır. Bizi çəkmir. Sən çəkmirəm, qardaş. Səni çəksəm deyərəm, bir dənə zəhmət olmasa. 2011 dekabrdır. İnformasiya ver. Sən düşmürsən, avtomobilin düşür. 2011 dekabrdır, bezdə 2011-ci ilin dekabrıdır. 132 mində orijinal prospekti. 137 min orijinal yürüyüşü var. Dəyişən detalları, rəng dəyən yerləri varmı, yoxsa yoxmu, qardaş? Kraskaları var. Hə, oradan buradan qardaş deyir, rəng dəyən yerləri var, amma ciddi qəzası olmayıb. Detallar hamısı öz detallardır, qardaş deyir. 2011-ci ilin dekabr ayı və avtomobilin faktiki olaraq qiyməti nədir, qardaş? 8500 sonudur. 8500 sonudur, deyir qardaş. Salon. Mobiyyətinin salonu, bəli. Çox səliqəli maşındır, həqiqətən də. Bəli. 2010-dan yuxarı olan 07-ləri bazarda baxıram, soruşuram qiymətlərini. Əslində aşağı-yuxarı detalları dəyişməyən 07-lərin qiyməti demək olar ki, eynidir. Çox üzr istəyirəm. 8-10 civarında bu avtomobillərin dediyim kimi 2010-dan yuxarı 2010-2011 olan 07-lərin qiymətləri dediyim formada qiymətləri dəyişir. 8000-ə, 9000-ə, 8,5 və s. kimi qiymətlərə təklif edirlər. Vəziyyəti görürsünüz dəyərli izləyicilər. Danışarsan da. Qalan görürsünüz arkadaşlar. Zəhmət olmasa. 2014-cü ilin maşındır. 1.5 motor, avtomat sarıqqa. Maybaq nişanlı yerindədir. Ha, yerindədir. Deməli, avtomat qarabqadır. 1.5 motor, 1.5 2014-cü il. Yürüyüşü nə qədərdir? Yürüyüşü motor dəyişdi, 150 minlik, 150 min motor dəyişdi. Kepasmosda qeyd olunur. Dəyərli izləyicilər, Hyundai i30 3-4 il bundan öncə maşın bazarında konkret olaraq populyarlığını irəli sürmüşdü. Bu avtomobillərə tələbat daha çox idi. İndi hazırda bir qədər zəiflik bəlkə də bunun satışı deyərdim, amma yenə də bazarda var. Hyundai i30 və hatchback'ini mən burada görürəm. Hatchback'ı xüsusi olaraq mənim xoşuma gəlir. Universalları bir o qədər də yox. Hatchback'in zövqlər burada müxtəlifdir, amma götürəndə avtomobildir və eyni avtomobildir. Hatchback olsun, istərsə də universal olsun. Qardaş, xoş gördük. Xahiş edirəm, avtomobillə bağlı məlumatlar verərdin. Səni çəkməyəcəm qiymətlərlə və yürüyüşü ilə bağlı. 2009-cu il 1.4 benzin mexanika. Tonlu fulldur. Heç bir problemi yoxdur. 14 min. 2009-cu il. 2009-cu il. Və yürüyüşü nə qədər dediniz, qardaş? 270 min. 270 min, dəyişən detalı, buruğu, darı qədası. Heç bir şey yox. Rəng dəyən yerləri var. Yəni arxa sol kırladı. Arxa sol kırıya qardaş deyir, rəng deyib. Avtomobil amma kənardan yaxşı vəziyyətdə olduğu görsənir. Salonu yəni yaxşı vəziyyətdə. Kondisioner falan işləyir. Hər şey. Kondisioner pet. Kondisioner işləyir, qardaş deyir. Lüklu i30 yəni azdır. Lüklu i30 azdır, qardaş deyir. Görünüşü, duruşu əladır deyərdim. Hyundai i30 yəni həvəskarları var və bu maşının xüsusi olaraq hatchback'i çox ləzzət edir, yəni duruşu. Ən son qiyməti neçə olacaq, qardaş? Qardaş, keçərəm yanında da. Gələr danışarıq. Real alıcıya qardaş deyir ki, indirim olacaq. Faktiki qiyməti nədir bəs? Bu dəqiqə 14 min. 14 min. Amma real alıcı olsa qardaş deyir ki, güzəşt eləyəcəm. Bazarda bir dənə qardaş dedi ki, mənim də çeşkamı çək. İndi onun çeşkasını çəkirəm. Qardaş, maşınla bağlı məlumatlar ver, zəhmət olmasa. Maşın 99-undur. 1.8 motor, avtomat, lüku var, kondisioneri var. 10 minə deyirik.
Alan olsa aşağı yeri var. 10 minə deyirsiniz. Yürüyüşü nə qədərdir qardaş? Yürüyüşü nə qədərdir təxminən? 500 min gedib, az gedib. Qardaş 400 min dolarda belə deyək. 350-360 min. Qardaşların yürüyüşdən xəbəri yoxdur. Yəqin ki, açıb baxmaq lazımdır ona. Opel Astra 98-99 bu modellərlə, bu Kuza ilə maraqlanırdılar. Bazarda var, çoxdur Sumqayıt bazarında. Birini tapmışam. İndi qiyməti maraqlanmaq istəyirəm. Qardaş, qiyməti və yürüyüşü informasiya verərdin zəhmət olmasa. Bu model ili 99-cu il. Astra'nın yubileyidir. 100 illiyə görə çıxarılır. Yürüyüşü 517 mindir. Hələ ki heç bir problem yaratmayıb məndə. Qiyməti də 7300. Qiymətini dedin yəqin ki. Bəli, bəli. Qiymətini dediniz. Yürüyüşünü dediniz. Bəli. Qəzası, dəyişən detalı və s. Xeyr, yoxdur heç bir xəsarət. Ciddi bir problem yoxdur ki maşında. Xeyr, yoxdur. Ekatek mühərrik 1.6-dır səhv eləmirəmsə. Xeyr, 1.6 sadım. 1.6 sadə. Mexanika. Mexanika 1.6 sadə. 2015-dir, 1.6-dır. Aha. Maşında ancaq kosmetika işləri var. 1.6 Koreyadır. Yox, Amerikanka. Amerikankadır. Yəqin ki farları dəyişib ona görə tuta bilmədim mən. Hə, Amerikadan gələndə nə qəza ilə gəlib? Ciddi bir qəzası olubmu? Xırdadır qardaşım, qabağından yüngül darılıb. Bamper qəzası ilə gəlib deyirsiniz də? Valla onu elə bilmirəm. Sözdən qabağında yüngül işlər var idi, onu düzəltdirmişik. Aydındır. Faktiki olaraq yürüyüşü nə qədərdir? 120 min kilometrdir orijinal. 120 min orijinal yürüyüşdür, 1.6-dır. Bəli. 1.6-dır. Mühərriki 1.6-dır. Bilirsiniz ki, bunun Koreya istehsal olanlar 1.4-dür. Amerika bazarı üçün 1.6 nəzərdə tutulur və GDI motordur Amerikadan gələnlər. Bu maşın da GDI-dir. Və faktiki olaraq yürüyüşün dedik, qiyməti ən son fikriniz nə olacaq? 14.8 deyirəm, real olacaqsa kosmetikaya görə çıxacaq. Neçə min mil idiniz qardaş? 75 min. Hə, 75 min mil. Avtomobillərin, Amerikadan gələn avtomobillərin kilometrajını bilmək 2/2-dir. Vurursan VIN kodu, yazırsan VIN kodu. Bəli, burada VIN kodu var, görürsünüz. Yazırsınız, Carfax eləyirsiniz. Artıq avtomobilin Amerikadakı bütün DTX-ı çıxır özə. Neçədir yürüyüşü, nə qədər olub, hansı qəzası olub, hamısını görə bilirsiniz. Bazarın demək olar ki, hər yerini gəzmişəm. Hər yerini gəzmişəm. Amma nə bu, bilirsiniz də Kia Cerato'larla maraqlanır əksər izləyicilərim. Nə Kia Cerato görmüşəm, nə Sorento görmüşəm, nə BMW F30'lar görmüşəm. Yəni yalnız Vazlardır, Opel'lərdir, tək-tük Hyundai i30'ları görürəm, köhnə Hyundai Sonatalar var, Nissanlar var, Nissan Tidalar və s. Dörd gözlər çoxluq təşkil edir, Opel Astra H-dır çoxluq təşkil edir. Yəni ki, Badamdır avtomobil bazarından fərqli cəhəti burada daha çox baz avtomobili və iri köhnə avtomobilləri olması ilə fərqlənir deyə bilərəm. Qardaş, salam elə ki, bazar olsun. Qiyməti nədir? 6.900. Topaş, 6.900. Nə qədər yürüyüşü var? Hə, Topaşdan yürüyüş soruşmurlar. İri nə qədər? İri nədir qardaş? İri nədir? 2006-cı il 6500. Yürüyüşünü soruşdum, az qaldılar mənə öldürərlər ki, Topaşdan yürüyüş soruşmazlar. Bəlkə də haqlıdırlar. Mən bəlkə də acemiyəm, türklər demiş Topaş sayəsində. Həm belə var bu bazarda Topaş axtaranlar da bu bazara gələ bilər. Priora görmürəm, Priora görsəm çəkəcəm, söz vermişəm izləyicilərə. Priora görən kimi çəkəcəm. Aha, birini gördüm. Yaxınlaşaq görək bu Prioranın qiyməti nədir? Salam elə ki, qardaş. Bazar olsun. Bu sizin maşındır. İzləyicilər Priora soruşurlar. Qiyməti və yürüyüşü nə qədərdir? Yürüyüşü 196. Bizə dəqiqə gözləyin. Zəhmət olmasa bura danışacaqsınız, siz çəkməyəcəm. Danışın. Yürüyüşü 196'dır. İli 2014'dür. Aha. 11 yarıma deyirik. 11 yarıma deyirsiniz. 2014-cü il. Qəzası, vuruğu, udarı nəyi var? Udarı yoxdur, amma kraska dəyən yerləri var. Cızığa görə, batığa görə. Hətta krılların üstü də bozardığını görürəm. Bəli, lakı gün yandırıb da yəni lakını, belə deyil. Fikir versinizsə, dəyərli izləyicilər, buradan görsənir, baxın. Amma udarı yoxdur. Hə, belə qardaş əl vurdurmayıb ki, deməsinlər ki, maşınınız bu rəhlənib. Belə, Priora bazarda var, 2014-cü il. Ən son fikriniz bu maşına nə olacaq? 11 yarım deyirəm, indi istəyən adam olsa. 11 yarım qardaşlar. Yürüyüşü nə qədər dediniz? 196. 196 min, 200 minə çatır. Daha bir Priora görürəm bazarın digər hissəsində. Prioraları fərqli satıcılardan soruşmaq istəyirəm ki, ümumi qiyməti mən tuta bilim. Bu Prioranın ili və qiyməti nədir qardaş? 2009-cu illi 7700 manata deyirik qardaş. 2009-cu il 7700. Yürüyüşü nə qədərdir qardaş? Yürüyüşü 190 min. 190 min. Maşında ciddi qəza, udar, vuruq,
Udar deyilən bir şey yoxdur qardaşım maşında. Sadəcə yüngül kosmetik işləri var. Onları da aradan qaldırmışam. Heç bir problemi yoxdur maşında. Maşın hazırda faktiki olaraq Sumqayıt maşın bazarındadır. Bu bazarda satılsa nə gözəl, satılmasa qardaş nömrənin zəhmət olmasa de. 070 883 98 18 nömrəsinə əlaqə saxlayıb maşına Xocasən qəsəbəsində baxa Maşın harda olur bazardan sonra? Xocasən qəsəbəsində. Xocasən qəsəbəsində. Qardaşla zəngiyyə danışa bilərsiniz. Qiymətdə yəqin ki, aşağı yuxarı razılaşmaq olacaq. 2007 deyirsən bayaqdan, qiymətin deyil, yürüyüşün deyil. 5500-ə razılaşmaq olar. 5500-ə, qiyməti 5500. Yürüyüşü nə qədərdir? Yürüyüşü nə qədərdir qaqa? 47.000. 47.000, 2007 necə olur 47.000 olsun yürüyüşü? Bir partiya fırlanıb da ona görə. Bir partiya sıfırlanıb. 470.000-dir, bu 47.000 deyir qaqa. 470.000-dir qaqa. Qardaşların maşını 5-5 qaqa. 5500. Real alacağını neçə verəcəksiniz? Endirim eləyəcəyik də. Neçə də neçə? Qardaş mən də səni çəkimdə, sən məni çəkməyə çalışırsan səhərdən. Maşının yürüyüşünü bilmirsən, məni çəkməyə çalışırsan. İl 2014, qiymət 11500. Rəngi ağ qaralığı da sənəddə qeyd olunub. Yürüyüşdə 223.000. Burada bir dənə Babat 106 tapmışam. Qardaş Peradok verir 16-ya. Duruşu, rəngi əladır. Qiyməti ilə və maşının vəziyyəti ilə bağlı məlumat istəyirəm qardaş. Abzan 91 deyil, bez detaldır. Bir dənə sağ tərəf kırlıya kraska dəyib. 5900-ə deyirəm. 5900-ə. Aşağı yerdə olacaq. Yürüyüşü nə qədərdir? Abzan yürüyüş 123.000 yazıb. Özü sürürsüz maşını? Hə. Qardaş sürüb maşında, yəni yaxşı sürüşləri olub maşında. Maşının vəziyyətini elə kənardan o vizual görünüşünü görəndə onu demək olur. Belə, arxa purjunlar və ümumi maşının duruşu, yəni həvəskarları üçün maşının duruşu idealdır deyərəm. Yəni sırf bu görünüşü sevənlər, bəyənənlər, faktiki olaraq da sürənlər var. İzləyicilərin maraqlanırsa, baxsınlar, maşın bazardadır. Avtomobili sahibi öz nömrəsini təqdim eləsin. 055 508 0430 0430. F30 tapmışam burada. Deməli, qiyməti ilə və indi ili ilə maraqlanacaq, yürüyüşü ilə. Qardaş, danışın. 2015-ci ilindir. Təmiz 15-dir. MTX pasporta qeyd olunub. 20.000 manat son deyirik. Qardaş, yürüyüşün dedin? Yürüyüş 180 kilometr. Yürüyüşü nə qədərdir? 180 min. 180 min. İli nədir? 2015. Mühərrik nədir? 2 motor. 2 motor. Ən son fikriniz neçə olacaq? 20.000 manat. 20.000. M-də qeyd olunub tək pasportda. M-də qeyd olunub tək pasportda. Maşına əlavə nə xərc çəkmisiniz? Nələr eləmisiniz sonradan? Maşın bugünkü gündə belə xərc yoxda yüngü var, nə ximsiska istəyir. Bir də bu ferdə zaten zazor lazım. Belə yəni ciddi buruğu, dəyişən detalı və s. olur. Bir dənə kapot dəyişilib. Bir dənə kapot dəyişib qardaş. Təkərləri yaxşıdır. Versiniz, yəni həqiqətən də avtomobil bazarında, Sumqayıt avtomobil bazarında fərqli o Badamdar bazarındakı kimi yəni o çoxluq yoxdur. Yəni burada 1-2 avtomobil var ki, 1-2 növ avtomobil var ki, ən çox həmin avtomobillərin satışını görürük. Yəni daha çox ili, köhnə olanlar, Sovet maşınları, yəni vazlar və tək-tük də inamarkalar var və salam belə. Yəni amma götürəndə Badamdar avtomobil bazarındakı kimi o Ceratolardı, Sarentolardı, ümumiyyətlə Kia Riolardı və yaxud Hyundai Elantralardı və s. Belə maşınlar burada yoxdur demək olar ki, baxın, mən gəzirəm və mən görmürəm bu maşınları. Bəli, dəyərli izləyicilər, demək olar ki, Sumqayıt avtomobil bazarının girişindən tutmuş bütün hər bir hissəsini, hər nöqtəsini gəzməyə çalışdım. Bu müddət ərzində avtomobil bazarındakı avtomobillərin daha çox hansı avtomobillərin bu bazara gətirilir, qiymətləri nə yerdədir, Bakı maşın bazarı ilə, yəni Badamdar avtomobil bazarı ilə fərqli cəhətləri nələrdən ibarətdir, ümumi 1 saatdan çoxdur, 2 saata yaxında apardığım müşahidələr onu deməyə əsas verir ki, Sumqayıt maşın bazarı ilə Badamdar avtomobil bazarını ilk olaraq fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu avtomobil bazarında daha çox ili köhnə olan nəqliyyat vasitələrindən gedir. Yəni burada söhbət Mercedes C-klasslardan, Çeşkalardan, dörd-gözlərdən və buna bənzər, hətta 190'lar da var burada. Eləcə də vaz avtomobillər burada daha çox
gördüm, müşahidə elədim. Bundan başqa Opel Astra H-lar, Astra C-lər, yəni bir qədər ili köhnə olan avtomobilləri burada daha çox müşahidə etmək, daha çox tapmaq olar. Yəni belə avtomobilləri axtarmaq istəyənlər varsa, həmin avtomobil alıcılarım, izləyicilərim dediyim kimi, dediyim formada, dediyim maşınları, model maşınlarla maraqlanırlarsa, birbaşa bu bazara gəlsələr daha yaxşı olar. Çünki Badamdar avtomobil bazarında vaz avtomobillər tapmaq o qədər də asan məsələ deyil. Tək-tük bəlkə də tapa bilərsən, o da hər bazar bunu demək olmur. Elə olur ki, belə bazar olur ki, həmin bazarda, Badamdar avtomobil bazarında vaz maşını ümumiyyətlə tapmaq olmur. Amma Sumqayıt bazarında demək olar ki, vaza aid istədiyin maşını tapa bilərsən. İstər köhnə 07-lər olsun, köhnə 06-lar olsun, hətta 011-lər olsun, 01-lər olsun, 04-lər olsun, 99-lar olsun, 015-lər olsun. Yəni bu bazarda vaza aid istədiyin maşını, istədiyin qiymətə, cibinə uyğun hansı qiymətə, hansı vəziyyətdə axtarırsansa bu bazarda tapa bilərsən. Başqa avtomobillər də deyim ki, Opellərin ümumiyyətlə hər növü burada var. Opel Astra H-lardır, Opel Astra C-lərdir, 99, 98 və 2008-ə qədər olan Opellərin hər növünü burada tapa bilərsən. İstər universal olsun, istər hatchbacklər olsun. Yəni qiymətlər də aşağı-yuxarı hansı vəziyyətdədirsə, o qiymətlərlə, real qiymətlərlə, Sumqayıt avtomobil bazarının real qiymətlərini mən gəzə-gəzə həmin avtomobilləri çəkə-çəkə sizə təqdim etməyə çalışdım. Çox təəssüf edirəm ki, əksər izləyicilərim Kia Ceratolar, eləcə də Sarentolar və digər Hyundai Elantra'dır və buna bənzər Kia K5-lərdir. Bunlarla maraqlanmaq istəyirdilər, qiymətlərini öyrənməyimi istəyirdilər. Təəssüf ki, bu bazarda həmin avtomobillərdə mən görmədim, nə yalan deyim, hər yeri gəzdim, heç Ford Fusion da gözə dəymədi. Yəni bu avtomobil bazarında faktiki olaraq vəziyyət belədir. Həm müqayisə baxımından daha çox iri köhnə avtomobilləri burada tapmaq olar. Qiymətlər isə aşağı-yuxarı mövcud vəziyyətdə deyərdim ki, o qədər də fərqlənmir digər avtomobil bazarlarından. Badamdar bazarında vəziyyət nə yerdədirsə, burada da odur. Burada Badamdar bazarından bir mənfi tərəfi ondan ibarətdir ki, burada faktiki olaraq alıcılıq Badamdar avtomobil bazarındakı kimi deyil. Burada demək olar ki, sönüb. Burada sadəcə olaraq maşın satırlar, alıcı demək olar ki, yoxdur. Yəni 10 nəfər maşın satırsa, 10 nəfərdən 10 maşından birinə baxırlar ya baxmırlar. Yəni belə fırlanırlar, alıcılıq sıfırdır deyərdim ki, burada. Qiymətlər də ki, yəqin ki, hər yerdə maraqlanıblar, soruşublar deyə qiymətləri də ki, baha deyirlər. Yəni ki, avtomobil bazarlarına, maşın bazarı, Badamdar avtomobil bazarında qiymətlər necədirsə, ona uyğunlaşdırmağa çalışıblar köhnə maşınların qiymətlərini. Şəxsən 2010, 2008, 2009, 2010 07-lərə 8-9 min verməyə dəyərmi? Bu maşın bazarında qiymətlər bax belədir. Opel Astra H-lar, Astra C-lərin qiymətləri mən deyim, 98-99-un Astra C-ləridir, 9000, 8500, 6-7 il bundan qabaq Opel Astra C-ni mən satmışdım 8600-ə, yenə də həmin qiymətə, həmin maşınlar yenə də həmin qiymətə bazardadır. Yəni heç bir fərq eləməyib bu maşınların qiymətlərində. Ümumi vəziyyət belədir. Sumqayıt avtomobil bazarını izlədim, gördüklərimi göstərməyə çalışdım, həm qiymətlərdən, həm də alıcılıq qabiliyyətindən, eləcə də Badamdar avtomobil bazarı ilə fərqi nədirsə, onu da olduğu kimi göstərməyə çalışdım. Avtosazı izləmədə qalın, maraqlı videolarımız gələcək. Növbəti bazarda harda olacam, onu yazın. Harda olmağımı istəyirsinizsə, onu yazın. Hansı avtomobil bazarının vəziyyətini öyrənmək istəyirsinizsə, o avtomobil bazarına da gedəcəm. Yəni siz izləyicilərdən gələn təkliflərə açığam. Ümumiyyətlə hansı mövzulara toxunmağımı istəyirsiniz, hansı avtomobillərin qiymətlərinə maraqlanmağımı istəyirsinizsə, onunla da bağlı şərh bölmələrində fikirlərinizi yazmağı unutmayın. Bu video ilə bağlı fikirlərinizi də yazın, şərhləri yazın. Videonu da sona qədər izləyin, kanalıma abunə olun. Bizi izləmədə qalın ki, daha yaxşı videolardan qarşınıza çıxa bilək. Hələlik.